İtaliya Respublikası Nazirlər Şurasının sədri Giorgia Meloni'nin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən zirvə toplantısının ardınca Azərbaycana səfəri rəmzi məna daşıyır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bu səfər ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, daha əvvəl 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya, ötən ilin sentyabrında isə İtaliya Prezidenti Sergio Mattarella'nın ölkəmizə səfərləri Bakı və Roma arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. Azərbaycan və İtaliya arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair 2 bəyannamə imzalanıb. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd hesab olunur. Azərbaycan İtaliya ilə çox sıx münasibətləri var, strateji partnyorluq xarakterində və onu da demək istəyərdim ki, Avropa Birliyində ən yaxın Azərbaycanın partnyoru, onun, yəni bizim ticari dövrəmizi nəzərə alaraq İtaliyadır. Bundan əvvəl də cənab prezidentin İtaliya baş naziri ilə çox yaxşı şəxsi münasibətlər qurulmuşdu. Bu vizitin nəticəsi kimi düşünürəm ki, bizim iki tərəfli münasibətlərimizə əlavə elə bil ki, bir təkan veriləcək və o münasibətlər inkişaf edəcək. Ticarət əlaqələrinə gəldikdə isə İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 12 milyard dollar təşkil edib. Həmçinin Azərbaycan və İtaliya əməkdaşlığının əsas istiqamətlərindən biri də energetika sahəsidir. Azərbaycan İtaliyanın neft, eləcə də qaz təchizatında ikinci yerdədir. Ötən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 miljardı İtaliya bazarına göndərilib. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. İtaliya 20 ilə yaxındır ki, Azərbaycanın ticarət tərəfdaşları arasında olan birinci mövqeyini qorumaqdadır və bunun da başlıca səbəbi düşünürəm ki, iki ölkə arasında enerji sektorunda olan əməkdaşlıq formatının dayanıqlı olmasıdır. Və İtaliyanın coğrafi mövqeyi eyni zamanda bu ölkənin Avropa İttifaqı daxilində olduğu mövqeyi, Azərbaycanın da Qafqaz regionunda, ələxüsus da şərq və qərb arasında olan mövqeyi və mövcud resursları eyni zamanda yaratdığı infrastruktur imkan verir ki, ölkələr arasında olan ticarət tərəfdaşlığı məhz enerji sektoru üzərində daha dayanıqlı olsun. Bundan başqa qeyd edək ki, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması bunun əyani sübutudur. Bunun özü Azərbaycanın İtaliya təhsilində əldə etdiyi uğurları özündə tətbiq etmək istəyini göstərir. Hər iki ölkə rəhbəri təkcə ənənəvi enerji sahəsində deyil, digər sahələrdir. Aerokosmik, humanitar, hərbi texniki əməkdaşlıq sahəsində əməkdaşlığı nəzərdən keçiriblər. Bunlar barəsində fikir mübadiləsi edilibdir və görünən ondan ibarətdir ki, bizim əməkdaşlığımız daim davam edəcək. Nəticə etibarilə İtaliya baş nazirinin ölkəmizə səfəri Azərbaycan-İtaliya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyindən, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın dərinləşəcəyindən xəbər verir.